Bu günlərim burger, kartof, pomidor və burgerin çörəyini də biz özümüz bişirməyə qərarına gəldik. Ətini biz hazır eləmişik, belə çox gözəl. Dondurucuda qoyuruq. İndi bu donu açılacaq bunun. Gördük ki, bu ətrafda qar yağıb, harasa gedə bilmirik. Çox gözəl reseptim var mənim. Belə qəşəng kökələr bişirəcəyik. Yağ olaraq ancaq zeytun yağından istifadə edəcəm. Yerli məhsuldur. Baxaq, görək necə alınır. Uşaqların həmişə xoşladığı ya kartof qızartması, ya burger. Burgerin ümumiyyətlə çörəyi. Çörəyi bu günlərin biz qərara gəlmişik ki, özümüz hazırlayaq. Qar yağır. Harasa getmək bu günlərin belə ağılsızlıqdır. Baxaq, görək necə alınır. Çörəyimizin xəmirini hazırlayaq. Ondan ötürü deməli 1 litr sudur, 100 qram süddir, deməli 40 qram mayadır. Mən burada istifadə edəcəm 100 qram deməli zeytun yağı. Zeytun yağı bizim yerli yağdır. Keçən dəfə istifadə elədim. Çox gözəl yağdır. Mən sizə deyim, həm yemək üçün, həm qızartmaq üçün, belə də gündəlik istifadə etmək üçün çox gözəldir. Yəni ekoloji təmiz, tərkibində pestisitlər yoxdur. Arası 100 qram istifadə edəcəyik bizim çörəkdə, burger çörəyində. İndi görməsəydilər, deyəcəkdilər, viski süzürsən. Yağ deyil, yağ. Həmişə öyrəşmişsiniz, belə vururuq. Ələkdən keçirdək, belə. Oksigenlə zənginləşdiririk bizim unumuzu. Siz də həmişə belə eləyin, undan istifadə edəndə həmişə belə eləyin. Deməli, indi su. Suyu biz mütləq qızdırmalısınız. 36-37 dərəcə, mən bilirəm temperaturunu, belə o qədərdir. Qatırıq bax bu suyumuza mayanı. Bunu qarışdıraq. Bumuzu buraya əlavə eləyək. Tak, indi qoyuruq bura. Üzərindən südü əlavə edirik. Şəkər tozu da əlavə edirik. Şəkər tozunu belə də papote. Deyəsən, əsəbləşib bizim xəmir qarışdıran, bundan biz çoxdan yoldaşlıq eləyirik. Nə olub ay bala? İndi duz əlavə edirik. Biraz da xəmirlə, əllə burada yoğuraq. İnstrument də yaxşı şeydir, əl də yaxşı şeydir. Buradan belə götürürük bu qədər. Bax, belə baxırsınız. Bu hissələri yağlayırıq. Deməli, bura yenə də yağdan yenə də istifadə edirik. Buranı. Gördüyünüz kimi deşikli bizim xüsusi çörək içindir. Bunları da gördüyünüz kimi 60 qram elədikdən sonra bunu suya batırırıq belə. Sonra da biz bunu bax belə çörək otuna. Bax belə. Qoyuruq bura. Biraz belə qoyuruq ki, bunlar şişəcək. Gördüyünüz kimi, belə yenə də bu nə qədərdir? 80 mi? Tekst işarə. Tak, deməli, bunu belə düzəltdik, yumurladıq. Burada əllə də belə burada yumurlayırsınız. Əldə də eləyə bilərsiniz. Yumurladınız belə. 72. Olsun, hamısını 70 eləyək. Biraz böyük olsun. Bir də üçüncüdür. Bundan deyirik, yenə də qoyuruq bura. Bax, belə 3 biraz qoyacağım. 3. Bunun biri hazır. Qıcqırma rejimi var. Bax, bunu qıcqırma rejiminə qoyuruq. Gördünüz mü?
yüksək, 45 dərəcə, 37 dərəcədə alçaq, yüksək. Bir istəyirik puşn olsun, yekəsinə qoyaq. 42 dərəcə olsun, yəni belə şişəcək olsun, getdik. Qoyuruq burada, başlayır qıcqırmağa. Signal değil, bizim konvektomat da bizim belə daha yəni sürücülərdəndir. Belə Bakıda da. Svetoforun %1'ində, mində bir saniyəsində yəni qırmızı yanır, mində birində sür də, yəni qırmızı da hələ. Manqalımızı yandıraq çöldə. Orxan da yığışdırır. Orxan Qar kəsmədi ki, yazıq uşaq gün görsün. Orxan yığışdırırsan? Ha, Orxan. Deyirəm, bu qar kəsmədi ki, Orxan da bir gün görsün. Ha, aysa o tərəfə at. Biraz ürəkli ol. Qar deyirəm, kəsmir ki, Orxan da bir gün görsün. Orxan, ləzzət eləyirmi qar təmizləməksə? Bəli, indi belə bir dəhər deyirsən, ha, elə bil. Ehtiyatlı ol, ha. Bu saat təkəri də ölüb Porsche'nin. Deyirəm, qar kəsmir ki, bir Orxan bir gün görsün. Xoşun gəlirmi Orxan qar təmizləməkdən? Belə rahatlaşıram. Doğrudan. Görsən, öyrəşmirsən. Üçüncü gün artıq bu sənin hobbin olub. Belə nətər deyim. Əla. İşdə. Bala rahatladım. Elə rahatladım. İndi kartoflarımızı doğrayaq. Ay ki, baxırsan, instrumenti görsən. Getdi. Qorsun, o birisi gələ də çıxır. İnstrument tarih şeydə, kişi, instrument. Kartoşka filinin deməli doğranması çox belə asan şəkildə görürsünüz nətər. İnstrumentin qədrini bilin, ay uşaqlar. İnstrumentin qədrini bilin. Yaşa, ay sağ ol. Bunu da yenə bizim buxar konveksiya sobasında, konvektomatda pişirəcəyik bunları da. Görəcəksiniz, qəşəng kartoşka free. Deməli, burada kömürümüz qəşəng qızır. Əla, qoy qızsın, qəşəng qızsın. Qar da qəşəng yağılır. Vurulur qar. Bitdi. Deməli, bu 45 dəqiqəlıq acıma rejimi bitdi. İndi biz bunu, bax görürsünüz nə qəşəng şişdi. Bax. Əla. Görürsünüz nə gözəl. İndi biz bunu çıxardıb qoyuruq qırağa. Gələn dəfə deməli biz bunu çıxardırıq, gördüyünüz kimi. Niyə? Ki, indi növbəti rejimə keçəndə o ilk öncə kameranı qızdırır. Deməli, hansı rejimdir bizdə? Baget. Baget rejimi. Üzərini biz necə istəyirik? Tünd olsun da. Biraz tünd, belə. Bağladıq. Amma biraz gələn dəfə eləyəndə gərək biraz yerini geniş eləyək. Bizim bir deviz var da, yəni Allah qəbirdə də adamın yerini dar eləməz. Deməli, soba qızdı artıq. İndi deyir ki, tez yüklə. Siqnallayır ki, tez yüklə. Sağ ol. Zəngini dəyişəcəm bu. Sobaya buxar verir, görürüz mü? Buxar verir. Da. Gözəl, qəşəng, bax, hazır oldu bizim deməli, çörəklərimiz. Həm ətə daha çox belə fikir verirəm. Nəinki çörəyə. Bax, belə qəşəng fikir verin, nə qəşəng aldım. Bravo. Bax, belə hazır oldu. İndi qaynar. Bunu yağla bir dadına baxaq. Və əlbəttə ki, zeytun yağı. Öz istehsalımız. Biraz balzamik sosu. Fikir versin, nə qəşəngdir. Bunu da at.
batırırıq bura. Bundan gözəl heç nə ola bilməz həyatda. Çörək çox qəşəng oldu. Tamam edelim. Bravo. İndi keçək kartofu hazırlamağa və burgeri qızardacağıq. Bizim hər şeyimiz hazırdır. Kartofu da yenə biz konvektomatda hazırlayacağıq. Deməli, ilk öncə biz bunu duz deyirik. Duzu biraz yaxına gətirək. Bu qədər. Duz kimi belə qarışdırdıq. Və yerləşdiririk bizim bu belə setkalara. Yağı tam doldururuq bunun içərisinə və burada da qalacaq. Yəni kəndimizin adı qalacıqdır. Yağımız da burada qalacaq. Qalacaq. Bunu bağladıq belə. Çox gözəl alətdir, mən sizə deyim. Bu yağa çox böyük qənaət edir. Çox az bir şəkildə də, yəni deyim bir 20-30 dəfə siz buna qənaət etmiş olursunuz. Yəni bu yeri gəlmişkən deyim, bu yağ İspaniyada satılır. Elə bilginən ki, qalacığın qarını Finlandiyaya satırıq. 256 dərəcə. Yəni görürsünüz, yəni çox yetərincə yüksək temperaturdur. Yenə də siqnal verir. Altına da bunu yerləşdirək ki, bizim konvektomatımızı batırmasın. Getdi. Gözü bəsdir da. Bu qədər də siqnallamaq olar. Yəni bunların hamısını mən bilirəm. Sadəcə sizə izah edirəm. Yəni bu soyuq sıxım yağlar. Yəni siz deyirsiniz ki, bunu ancaq salata istifadə oluna bilər də. Extra virgin görürsünüz belə yazılıb. Bax, hazırdakı temperatur 187 dərəcədir. Amma həmin o yağın deyək ki, tüstülənmə məqamı var da ki, bu qarğıdalı yağı var. Bu zeytun yağı 210-220 dərəcəyə dözür. Görürsünüz mü? Və bu etapda da biz yenə də bunu belə gözəl yağlayırıq. Tak, indi gedək burgerimizi pişirək. Gözəl, qəşəng, qızıq bizim manqalımız. Gözəl açaq bunun ağzını. Super yerləşdirək bura. Torpağım bol olsun, nənəm, dədəm. Biraz gözləyirik, indi çevirəcəyik. Wow! Görürsünüz nə gözəl. Wow, qəşəng. Qəşəng pişir. Tucu bağlayaq. Bu qədər də baharat qoymaq olar. Tucu söndürə bilirsiniz. Burada belə bir effekt var. Bağladıq, qutardı. Belə deyim, o eşitmişsiniz bəlkə Hosper peçləri var da. Burada elə effekt yaradırıq biz. Böyük bir yüksək temperatur və bağlanır. Oksigenin girişini bağlayırıq və gözəl belə çox sulu, çox gözəl alınır. Gəlin. Az danışıq. Hazır oldu. Gördüyünüz kimi kartoşka frimiz. Yəni hamısını operativ elədik. Çox gözəl, qəşəng. Aslında Elnur oradan çək də. Sən buradan çəkirsən nə sən? Sən qalarsan öyrətmirəm səni. Хорошо. Это Бог думаешь? Burada biraz paprikamız var. Ay sağ ol. Geldi rəzi olsun. Belə. İndi bunların hamısını yığaq, dadına baxaq.
Bir de ki bunu kızardım da. Kızardım çok qəşəng olacak. Koyup götürürüm. Zeytinyağı ile çok güzel aromatı olacak bunun. Qalacaq sayağı burger belə olur. Əti bol, çörəyi balaca. Belə olmalı. Basırıq. Ay sağ ol. Əla. Yediğim en güzel burger. Yani içerisindeki eti çok güzel pişip ve pomidor, çöreği inandırım muhteşem. Çok güzel, çok muhteşem. Hadi gidelim yiyek. Süperdi de. Bildim ya. Sizi görmezden bildim. Süperdi. Orhan. Gel o qarı təmizləmirsən. Ona göre de bir tane qəşəng burgeri götür. Düşürsə bir tane burger düşür. Halal, halal, helal. İnşallah. Əslində təqdimatı belə olmalı idi. İnandırıb dözmədik, yedik. Əla. Bravo. Siz de hazırlayın. Bak böyle keyfiyetli. Özümüzün yerli məhsulları ilə sizə də bundan daha olacaq. Sağ olun, canınız sağ olsun.